Babasil var, qəbizlikdən əmələ gəlir. Babasil var, hamiləlikdən əmələ gəlir. Babasil də var ki, gücənməkdən əmələ gəlir. Məsələn, ağır şeylər götürüldükdən sonra, məsələn, kişilərdə gedirlər, ağır daşlardan işləyirlər, babasil əmələ gələ bilir. Bunların da hər biri üçün ayrı-ayrılıqda müalicələr aparılır. Tutalım ki, məsələn, adamda babasil qəbizlikdən əmələ gəlibsə, qəbizliyin qarşısına alan dərman bitkiləri ilə paralel deməli, anal şamlar var. Ondan 30 dənə alır, gündə bir dənəsini axşamlar qoyur və babasil düyünləri ətraflarına həftədə 8 dənə, ümumən bir 48 ədəd zəli qoyur. Yox, əgər qəbizlik yoxdursa, normal ağır şey götürməkdən babasil əmələ gəlibsə, bu zaman bizə artıq işlədi qəbizliyə əleyhinə olan dərman bitkiləri yox, sadəcə olaraq, sırf olaraq yerli təsir göstərən 30 dənə anal şam alırsa, hər gün bir dənəsini qoyursunuz, hər gün səhərlər, axşamlar isə bir dənə də çay tikanı yağı alırsınız, pambığı çay tikanı yağına batırıb 2-3 santim düz bağırsağa yeridirsiniz və bu həm babasilin və həm də anal çatların müalicəsində əvəz olunmaz bir müalicədir inşallah.